Mən bunu açıq demək istəyirəm. Yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu bizim üçün əsas beynəlxalq təşkilatdır. Çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Diqqətlə qulaq asın. Dünya bu səsi yeni eşidə bilər, amma gerçəkdə min illərdir ki, Avrasiyanın qəlbində o səs yaşayır və eşidilir. Bir dilin, bir ruhun, bir mədəniyyətin səsi. Bu səsin kökləri qədim türk xalqlarına uzanan böyük sivilizasiyanı, xalqları, dövlətləri və bugünkü taleləri birləşdirir. Əslində bu həm də Ulu Tanrının bir qismətidir. Tarixin müxtəlif dövrlərində coğrafi məsafələr və siyasi sərhədlər Göytürkləri, Oğuzları, Kalkurkları, Qıpçaqları, Uyğurları və yüzlərlə türk boylarını biri-birindən bir qədər uzaq sala bilib. Amma ilahi qismət mənəvi körpüləri, xalqlar arasındakı düşüncə birliyini, sərhədləri gözə görünməz edə bilir. Min illər əvvəl Orxan Yenisey abidələrində daşa həkk olunan dilimiz bugün müstəqil türk dövlətlərinin rəsmi tribunalarında, ədəbiyyatında və incəsənətində yaşayır. Dədə Qorqud fəlsəfəsindən süzülüb gələn hikmət, Nizami Gəncəvinin humanizmi, Əlişir Nəvainin poeziyası və Mustafa Kemal Atatürkün müasiri ideyaları, Ulu Öndər Heydər Əliyevin siyasi bacarıqları bu böyük ailənin mənəvi xəritəsini çəkir. İndi bu xəritəyə diqqətlə baxaq. Hər bir ölkənin özünə məxsus mədəniyyəti, dili, spesifik özəlliyi var. Amma bütün bu özəlliklərin ortaq tarixçəsi, oxşarlığı və bir-birini tamamlayan sehirli ruhu mövcuddur. Dünyanın sürətlə dəyişdiyi bir dövrdə təhlükəsizlik anlayışı da dəyişir. Sərhədlər yalnız xəritələrdə deyil, informasiya məkanda da qorunmalıdır. Məhz bu ehtiyac Türk Dünyası layihəsində 7 ölkəni bir ailənin tərkibində birləşdirir. Azərbaycan Türk Dünyasının inteqrasiya proseslərində mühüm körpü rolunu oynayır. Şərqlə Qərbi birləşdirən strateji mövqeyi ilə ölkə təkcə enerji və nəqliyyat dəhlizlərinin deyil, həm də rəqəmsal əməkdaşlığın əsas iştirakçılarından biridir. Azərbaycanın informasiya texnologiyaları, kiber təhlükəsizlik və rəqəmsal dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar ortaq türk məkanında yeni imkanlar yaradır. Türk dünyasının qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Özbəkistan bugün innovasiya və rəqəmsal inkişafda ön sıralarda yer alır. Tarix boyu elm və maarifçilik ənənələrində yaşayan Özbəkistan müasir texnologiyalar və kiber təhlükəsizlik sahəsində həyata keçirdiyi layihələrlə türk dövlətləri arasında əməkdaşlığın güclənməsinə töhfə verir. 2010-cu ildə Ankarada əsası qoyulan Türk dilli ölkələrin media forumu, 2011-ci ildə Bakıda yaradılan Türk media platforması, 2020-ci ildə imzalanan Azərbaycan-Türkiyə strateji media əməkdaşlığı memorandumu və türk dövlətləri təşkilatlarının media üzrə birgə təşəbbüsləri bugün türk dünyasında ortaq informasiya məkanının formalaşmasına xidmət edir. Bu əməkdaşlıq artıq yalnız media əlaqələrində deyil, eyni zamanda informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik və dezinformasiyaya qarşı olan ortaq müdafiə sisteminin qurulması istiqamətində inkişaf edir. Müasir dövrdə türk dünyasının birliyi yalnız ortaq keçmişə deyil, ortaq gələcək hədəflərinə söykənir. Və biz yenə o səsi dinləyirik, o səsi eşidirik. Təkcə biz yox, dünya bu səsi sayğı duyur, o səsə ehtiramla yanaşır. Bu, Türkün səsidir. Kökləri əsrlərin dərinliyinə gedən, keçmişdən bugünə uzanan və gələcəyə addımlayan böyük, çox böyük Türk dünyasının ayaq səsi. Türk dünyasının inteqrasiya prosesində ən mühüm hadisələrdən biri 2009-cu ildə Naxçıvanda imzalanmış Naxçıvan sazişi oldu. Bu sənəd əsasında türk dilli dövlətlərin əməkdaşlıq şurası yaradıldı. Təşkilatın təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızstan idi. Daha sonra Özbəkistan tam hüquqlu üzv kimi təşkilata qoşuldu. 2021-ci ildə İstanbul zirvəsində təşkilat yeni mərhələyə qədəm qoyaraq Türk Dövlətləri Təşkilatı adını aldı. Bugün Türk Dövlətləri Təşkilatı yalnız mədəni yaxınlaşma platforması deyil, siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat enerjisi, təhsil, media, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığı təmin edən ən nüfuzlu beynəlxalq qurumlardan birinə çevrilib. Türk dünyası birliyinin möhkəmlənməsində Azərbaycanın xüsusi rolu vardır. Naxçıvan sazişinin imzalanması məhz Azərbaycanın ev sahibliyi ilə həyata keçirilmişdir. Azərbaycan şərqlə qərbi birləşdirən strateji mövqeyi, enerji və nəqliyyat layihələri, eləcə də beynəlxalq təşəbbüsləri ilə türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində mühüm töhfələr verir.
Bakı şəhəri türk dünyasının bir çox mühüm görüş və zirvə toplantılarına ev sahibliyi edərək inteqrasiyanın aparıcı mərkəzlərindən birinə çevrilmişdir. Özbəkistan isə türk dünyasının qədim elm, mədəniyyət və dövlətçilik mərkəzlərindən biri kimi təşkilatın fəaliyyətində xüsusi məzmun qazandırır. Səmərqənd və Buxara kimi şəhərlərin zəngin tarixi irsi, ölkənin müasir iqtisadi və texnoloji inkişafı türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsində xidmət edir. Özbəkistanın təşkilata qoşulması türk dünyasının inteqrasiya prosesinə yeni dinamika gətirmişdi. Türkiyə isə türk dünyasının siyasi və iqtisadi əməkdaşlıq ideyalarının əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Türk Dövlətləri Təşkilatının katibliyinin İstanbulda yerləşməsi təsadüfi deyil. Türkiyə iqtisadi potensialı, beynəlxalq nüfuzu və geniş diplomatik imkanları ilə təşkilatın qlobal səviyyədə tanınmasında və güclənməsində mühüm dəstək verir. Qazaxıstan türk inteqrasiya ideyasının müəlliflərindən hesab olunur. Qazaxıstanın ilk prezidenti Nazarbayev türk dövlətlərinin institusional birliyinin yaradılması təşəbbüsünü irəli sürmüş, bu ideyanı sonradan Türk Şurasının və Türk Dövlətləri Təşkilatının formalaşmasına zəmin yaratmışdır. Qırğızistan isə türk xalqlarının ortaq mədəni və mənəvi dəyərlərinin qorunması istiqamətində mühüm rol oynayır. Türk Akademiyası, Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyəti ortaq tarix və mədəniyyətin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bugün türk dövlətləri iqtisadiyyat, logistika, enerji, təhsil, elm, media, rəqəmsal texnologiyalar və kiber təhlükəsizlik sahələrində birgə layihələr həyata keçirirlər. Orta dəhliz layihəsi, enerji marşrutları, tələbə mübadiləsi proqramları, ortaq media təşəbbüsləri və informasiya təhlükəsizliyi sahəsindəki əməkdaşlıq türk dünyasının gələcəyini formalaşdıran əsas istiqamətlərdəndir. Müasir dövrdə türk dünyasının birliyi yalnız ortaq keçmişə deyil, ortaq gələcək hədəflərinə söykənir. Qloballaşan dünyada siyasi sabitlik, iqtisadi inkişaf, rəqəmsal təhlükəsizlik və mədəni irsin qorunması kimi məsələlər türk dövlətlərinin daha çox əməkdaşlığa sövq edir. Türk dünyasının gücü onun zəngin tarixində, gələcəyinə isə birlik və həmrəylik ruhunda yaşayır. Bu birlik təkcə eyni kökdən gələn xalqların yaxınlaşması deyil, həm də Avrasiya məkanında sülhə, sabitliyə və davamlı inkişafa xidmət edən mühüm geosiyasi və mədəni əməkdaşlıq modelidir.